Cəlilabadda dabaq xəstəliyinə qarşı heyvanlara vurulan vaksinasiya tədbirindən sonra təsərrüfatdakı xırdabuynuzlu heyvanlar arasında tələf olma halları qeydə alınmağa başlayıb. Təsərrüfat sahibinin sözlərinə görə 4 baş qoyun tələf olduqdan sonra daha 10-a yaxın xırdabuynuzlu heyvan da ağır vəziyyətdədir. Gəlin birlikdə sujetə keçid alaq. Xırdabuynuzlu heyvanlara dabaq xəstəliyinə qarşı vaksin vurulduqdan sonra onların arasında ölüm halları qeydə alınıb. Hadisə Cəlilabad rayon sakini Daşqın Hüseynovun təsərrüfatında baş verib. Onun sözlərinə görə vaksinasiya aparıldıqdan sonra ilkin mərhələdə 4 baş xırdabuynuzlu heyvan bir neçə gün ərzində tələf olub. Digər qoyunlarda isə vaksinin vurulduğu nahiyədə iltihablaşma müşahidə edilməyə başlanıb. 9 qoyun bir quzuda bu vəziyyətdədir. Yemirlər, sürünə-sürünə gəzirlər. Otlayanda da məcbur olur, qabaq qollarını atırlar yerə, müəyyən qədər otlaya bilirlər. Əməliyyat aparılan qoyunların boyunlarında iltihabları axır, əti məhv edir, ətdə çürümə gedir. Qida təhlükəsizliyi aparan heyvanın ayaq üstə, heyvan canlı olaraq heyvanında qurtlama getdi. Heyvan dirikən qurtladı bədəni, qurt tökülürdü. O vəziyyətdə öldü. Təsərrüfat sahibi bildirir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən götürülən analiz nümunələrinin laborator müayinəsindən sonra heyvanlarda infeksiyanın mövcudluğu və tələf olma hallarının bununla əlaqəli olduğu təsdiqlənib. Daşqın Hüseynovun sözlərinə görə hazırda 10 baş xırdabuynuzlu heyvanda aşkarlanan infeksiyaya qarşı müalicə aparılsa da, onların vəziyyətində hər hansı müsbət irəliləyiş müşahidə olunmur. Dizlərini atıb yerə, otlayırlar, yəni yeriyə bilmirlər. Otlamaq çətinlik çəkirlər. Qoyunlar zəifləyib, təmiz dayanıb. Onlar otlaya bilməyəndən sonra məcburdur ki, xəstəlik tab gətirə bilmirlər. Məsələ ilə bağlı təsərrüfat sahibi hüquq mühafizə orqanlarına da müraciət edib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, vətəndaşın müraciəti əsasında hazırda Cəlilabad rayon polis şöbəsi tərəfindən təhqiqat araşdırması aparılır. Qeyd olunub ki, müvafiq rəylər əldə edilib və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.